Kanalıma hoş geldiniz. Bugün görüntüsü də, ləzzəti də çox gözəl olan tut mürəbbəsi hazırlayacağım. Sizlər də belə gözəl, ləzzətli tut mürəbbəsi hazırlamaq istəyirsinizsə, videomu sona qədər izləyin. Tut meyvəsi Allah Taala'nın bizə bəxş etdiyi ən gözəl nemətlərdən biridir. Tut meyvəsindən həm mürəbbə hazırlamaq olur, həm çox gözəl doşab, bəhməz hazırlamaq olur, həm də qurudub qışda çay içmək olur. Çırpdığımız tutun əzilməyənlərini bir-bir seçib götürürəm. Mürəbbəni iri, yəni böyük tutdan hazırlayanda daha ləzzətli olur. Onda həm görüntüsü, həm də ləzzəti gözəl olur. Ancaq mənim əlimdə elə böyük tut olmadığı üçün bu tutdan hazırlayacağım. Tutun əzilməyənlərini, yəni gözəllərini seçib bir-bir götürürəm. Böyük tutla hazırlayanda saplağını kəsmək lazımdır. Ancaq bu tutun elə böyük saplağı olmadığı üçün kəsib çıxartmıram. Seçdiyim tutları tərəzi ilə çəkirəm. Yəni əvvəlcə meyvənin neçə kiloqram olduğunu bilməliyik. Daha sonra suyun altında əzmədən üzərinə su gəzdirərək yuyub təmizləyirik. Tutu mütləq yuyub təmizləmək lazımdır. Artıq mən yuduğum tut hazırdır. Kənara qoyuram ki, tam suyu süzülsün. Ləyəni odun üzərinə qoyuram. Üzərinə 2 stəkan su əlavə edirəm. Tutumuz 2 kiloqram olduğu üçün ləyənin içərisinə 2 kiloqram şəkər tozu əlavə edib şirə hazırlayıram. Hazırladığım şirənin içərisinə yuduğum tutu əlavə edirəm. Heç vaxt mürəbbəni vamodda bişirməyin. Mürəbbəni qaynara düşən kimi polnuxod verib, yəni gür odda bişirmək lazımdır. Belə etdikdə mürəbbələr əzilmir və rəngini özündə saxlayır. Tut mürəbbəsini çox da qarışdırıb əzmirəm. Ləyənin kənarından tutub silkələyərək tam bişənə qədər bişirirəm. Mürəbbənin hazır olduğunu bilmək üçün mürəbbədən azacıq boşqaba qoyub yenidən süzürük. Əgər mürəbbə qırılmadan, yəni süzülürsə, demək mürəbbəmiz hazırdır. Artıq gördüyünüz kimi tut mürəbbəsi hazırdır. Mürəbbəni odun üzərindən götürürəm. Mürəbbələri isti-isti bankaya yığmaq olmaz. Mürəbbəni tam soyutduqdan sonra səhəri gün yuyub təmizlədiyimiz bankalara yığıb sərin yerdə saxlayırıq. Mürəbbəni soyudub bankalara yığdıqda mürəbbə, yəni meyvə şirəni tam canına çəkir və meyvə şirədə şişir. Əgər videomu bəyəndinizsə kanalıma abunə olub, videolarımı izləyib, bəyənib, yorum yazmağı unutmayın. Hazırlayıb dadan hər kəsə nuş olsun. Videomu bəyənib bəyənməməyinizi yazdığınız yorumlardan biləcəyəm.